Beynəlxalq Transxəzər nəqliyyat marşrutu üzrə hərəkət edən ilk Çin mərkəzi Asiya yük qatarı bugün Çinin Tianjin konteyner mərkəzi stansiyasından Bakıya yola düşüb. Müstəqil.az xəbər verir ki, yeni marşrut Tianjin şəhərini Azərbaycan, Qazaxıstan və digər ölkələrlə birləşdirəcək. Paslanmayan polad borular və məişət texnikası kimi malları daşıyan bu qatar Qazaxıstanın Aktao limanına dək hərəkət edəcək. Oradan isə yüklər dəniz yolu ilə Bakıya çatdırılacaq. Bu qatar təxminən 7000 kilometr məsafəni qət edəcək və təxminən 20 gün ərzində Bakıya çatacaq ki, bu da ənənəvi dəniz daşımaları ilə müqayisədə vaxta təxminən 10 gün qənaət etməyə imkan verir. Yüklər Transxəzər beynəlxalq nəqliyyat marşrutunun əsas qovşağı olan Bakıya çatdıqdan sonra Türkiyə və digər təyinat məntəqələrinə daşına bilər. Xatırladaq ki, 2025-ci il ərzində Tianjin konteyner mərkəzi Çindən Avropa istiqamətində hərəkət edən ümumilikdə 390 yük qatarına xidmət göstərib ki, bu da 2024-cü illə müqayisədə 38% çoxdur.